Salam, mənim dəyərli müəllimlərim və tələbələrim, hər birinizi xoş gördük. Dünən axşam paylaşdığım qəbul tipli sınağın məhz 9-cu sualını sizə izah eləmək istəyirəm. Düzü, bir çoxunuz mənə şəxsiyə yazmısınız, amma hər birinizi ayrı-ayrılıqda geri dönüş etmək vaxt baxımından imkanım olmadığına görə düşündüm hamıdan yaxşı bir video hazırlayıb və sizə göndərim. Deməli, 9-cu sual sırf inteqrasiyaya həsr olunmuş bir sualdır və tarix fənni üzrə qurulmuş bir sualdır. Yəni tarix fənninə aiddir. Əslində hər bir, yəni fənn üzrə suallar illaki inteqrasiyaya aid olan ya taksonomiyalara falan, bunlar ixtisas üzrə düşəcək. Məsəl üçün bu sualı təbii ki, fiziki tərbiyə müəllimi tapmaqda çətinlik çəkə bilər ya riyaziyyat fənn müəllimi. Yəni bunu tarixçilər daha tez tuta bilər. İndi nədir bu sual? Yəni gəlin yaxından tanış olaq. Deyir, şagirdlərə Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlı tarixi mənbə və Dəhnamə əsərindən parçalar təqdim olunur. Bax, elə birinci cümlədən belə biz tuta bilərik ki, burada iki fənnin qarşılaşdığını görə bilərik. Həm tarixi mənbə olaraq bir tarix fənni, həm də Dəhnamə əsərindən parçalar bir ədəbiyyat fənnini biz görürük burada. Yəni ilk cümlədən artıq bir ipucumuz var. Onlar bu məlumatlara əsasən Səfəvi dövlətinin yaranma prosesini, baxın Səfəvi dövlətin yaranma prosesi, halbuki bu tarix fənninin dövlət məzmun xəttini bizə xatırladır. Bu bir. Prosesini təhlil edir. Eyni zamanda dövrün siyasi mənzərəsinin ədəbi nümunələrdə necə əks olunduğunu müəyyənləşdirir. Baxın, yenə də ədəbi nümunələrdə necə əks olunduğu artıq bu ədəbiyyat, yəni ədəbiyyat fənni ilə bağlı bir ipucumuz var. Yenə də tarix və ədəbiyyatın qarşılaşdığını görürük. Demək, fənlərarası inteqrasiya burada var. Daha sonra şagirdlər xəritə üzərində Səfəvilər dövlətinin paytaxtlarının coğrafi mövqeyini və bu şəhərlərin strateji əhəmiyyətini izah edirlər. Fikir verin, Səfəvilər dövlətinin paytaxtlarının coğrafi mövqeyi. Demək, xəritə üzərində iş varsa, hətta biz burada coğrafiyanın da xüsusiyyətlərini görürük. Üstəgəl dövlətin paytaxtlarının coğrafi mövqeyi. Deməli, burada tarix fənninin məkan məzmun xəttini də biz görürük. Deməli, həm ədəbiyyat, həm coğrafiya fənninin ünsürləri var. Xüsusən də ki, yəni bu fənlərarası inteqrasiya kimi götürə bilərik. Eyni zamanda tarix fənninin ayrı-ayrı məzmun xəttlərinin inteqrasiyasını görürük. Hansı ki, burada biz həm şəxsiyyət gördük, Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlı, deməli, şəxsiyyət məzmun xətti var. Həm dövlətin yaranma prosesinin təhlili varsa, bu dövlət məzmun xəttidir. Və Səfəvilər dövlətinin paytaxtlarının coğrafi mövqeyi və şəhərlərin strateji əhəmiyyəti, həm də bu məkan məzmun xətti. Demək, 3 məzmun xəttinin burada inteqrasiyası var. Ona görə də biz burada nə götürəcəyik? Fəndaxili inteqrasiya, üfüqi və fənlər arası inteqrasiyanı götürə bilərik. Cavab olacaq burada C bəndi.